Tarix diyarşünaslıq muzeyləri ərazinin mədəniyyətini, tarixini, etnoqrafiyasını özündə əks etdirir. Elə Masallı Tarix diyarşünaslıq muzeyi kimi. Bu il muzeyə mühüm əhəmiyyət kəsb edən yeni eksponatlar daxil olub, ətrafı əməkdaşımız Pərvanə Nəhmətqızının sujetində. Bu il 2025-ci il ərzində bizə 272 eksponat daxil olmuşdur. Antik dövrə qədim arxeoloji əşyalarımızdır, etnoqrafik əşyalardır, sonra bizim sənədlərdir, yəni şəhidlərimizə mənsub olan, onların xatirəsini tərənnüm edən müxtəlif əşyalar. Antik dövr mədəniyyətini özündə əks etdirən küp qəbirlər Masallının qədim yaşayış yerlərindən olan Eminli nekropolundan aşkarlanıb. Həmin dövrlərdə ölülərin dəfn forması olan küp məzarlar arxeoloji, tarixi və mədəni baxımdan mühüm əhəmiyyət kəsb eləyir. Bizim birinci küpümüz, hansı ki 2020-ci ildə, 2022-ci ildə aşkarlamışdır. O küpün bizim Muzey Sərvətləri Xatirə Əşyaları Elmi Bərpa Mərkəzindən gəldilər, əməkdaşlar bərpa etdilər və biz onu ekspozisiyada sərgiləyirik. Bu il tapılan iki küpümüz yenə də Muzey Sərvətləri Xatirə Əşyaları Elmi Bərpa Mərkəzi tərəfindən bərpa olunacaq və biz yaxın illərdə, ola bilsin ki 2026-cı ilin yaxın aylarında biz onu sərgiyə, ekspozisiya çıxarıb sərgiləyəcəyik. Ekspozisiyada sərgilənən bu küp də elə həmin ərazidə həyatyanı təsərrüfatların birində təsadüfən təsərrüfat işləri görülərkən aşkarlanıb və müəyyən hüngül bərpa işlərindən sonra muzeyə təqdim olunub. Bu küpə baxış keçirilən zaman onun içərisində olan kəllə sümüyü kişi cinsinə məxsus olduğu müəyyən edilib. Eyni zamanda silah və bəzək əşyaları var. Bütün bunlar da bu həmin materiallarda həmin dövrün siyasi və mədəni həyatı haqqında müəyyən məlumat verir və həmin dövrdə təxminən antik dövr mədəniyyətini özündə təcəssüm elətdirir. Bu küp qəbirlərindən biri də bizim yay aylarından aşkarlanan, yəni ikinci küp qəbri olaraq bu küp qəbri tapılmış. Bu torpaqdan çıxarılarkən bunun ətrafı tam olaraq balıq qulağı ilə əhatə olunmuşdu. İçərisi də həmçinin bu tədqiqat nəticəsində aşkarlanmış bu uşaq qəbridir. Bu uşaq qəbrində deməli onun ətrafında olan bir içində kiçik su bardağı aşkarlanmışdır. Kəllə sümükləri və bir də ki onun ağız hissəsində balaca bir qab da qoyulmuşdu. O qab yandırılma, nəsə orada yandırılmışdır. Yandırıldığına görə o həmin qab çox korroziyaya uğradığına görə, yəni məhv olmuşdur. Onu biz tam sürətdə yəni yığa bilmədik. Muzeyə daxil olan 3-cü küp qəbir də bu ilin sentyabrında həmin yaşayış ərazisində ikinci küpün tapıldığı yerdən təxminən 10 metr aralıda aşkarlanıb və qadına aid olduğu müəyyən edilib. Qadın qəbridir. Bu qadın qəbrinin içində bax qadına məxsus olan, yəni baş sancağıdır burada, baş sancağı, sonra müxtəlif su qablarıdır, muncuqlardır, bax muncuqlardır. Yəni bir də iyi başlığıdır ki, yəni ola bilsin toxuculuqla məşğul olub və müxtəlif sümük, şüşə muncuqlardır, göz muncuqlarıdır və su qablarıdır. Həm də ki, həmin qadına məxsus olan sümüklərdir. Eramızdan əvvəl ikinci, yəni Atropatena dövlətinə aid olan küp qəbirləridir. Bu küp qəbirlərin zənginliyi bir daha tariximizin qədim tarixə malik olduğunu sübut edir. Ümumilikdə isə muzeyin əsas fondunda 11.800-ə yaxın eksponat saxlanılır. Onlardan 9.800-ü əsas, 2.000-ə yaxını isə köməkçi fonda aiddir. Muzeydə arxeoloji qazıntılar zamanı aşkarlanan tarixi nümunələrlə yanaşı yerli əhali tərəfindən tapılıb muzeyə hədiyyə olunan eksponatlar da var. Hazırda muzeyin 9 ekspozisiya zalında numizmatika, qədim dövr, etnoqrafiya, heykəltaraşlıq, qrafika və digər bölmələrdə 1000-dən çox eksponat sərgilənir. Son illər muzeyə gələnlərin sayında artım müşahidə olunur. Məktəblilərin muzeylərə marağı xüsusilə təqdirə layiqdir. Bizim tarixə əvvəldən çox böyük marağımız var. Biz məktəbdə keçirdiyimiz dərsləri gəlib tarix muzeylərində əyani şəkildə görmək istəyirik. Biz müəllimlərimizdən xahiş etdik ki, bizi muzeyə gətirsinlər və biz bu eksponatlarla tanış olaq. Burada gördüyümüz küp qəbirdir. Bildik ki, bu küp qəbirlər neçənci yüzilliyə aiddir, hansı dövrə aiddir. Bizə muzeyin işçiləri çox yaxşı bunun haqqında çox geniş məlumatlar verdilər.
Muzey direktoru deyir ki, eksponatların uzunömürlüyünü təmin eləmək üçün Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə əməkdaşlıq həyata keçirilir. Hazırda da muzeydə konservasiya və bərpaya ehtiyac olan eksponatlar kifayət qədərdir. Bununla bağlı aidiyyəti üzrə müvafiq məktub da göndərilib. Məktub yollamışıq və bizim eksponatlar mütəmadi olaraq pillə-pillə həmin bərpa mərkəzinə bərpa olunacaq. Elə eksponatlar var ki, məsələn, onu bərpa olunması qeyri-mümkündür. Məsələn, arxeoloji əşyalar. Biz onun unikallığını saxlayıb təqdim edirik tamaşaçıya. Biz onu tam bərpa etsək, həmin naxşı, həmin ornamenti onun üzərinə vura bilmərik. O tam surətdə konservasiya olunur, təqdim olunur. Bizim etnoqrafik əşyalarımız var. Məsəl üçün bizim misdən olan və yaxud da dəmirdən olan, yəni bizim əşyalarımız və bir də bizim çıxdığımız bu yaxınlarda küplərimiz ki var, onlar bərpaya ehtiyacı var. Yəni biz onu hökmən konservasiya etməliyik. Konservasiya prosesi təmizləmə prosesi gedir, kimyəvi maddələrlə təmizlənir, dərmanlanır və onun uzun müddət, yəni qorunması üçün şərait yaradır. Qeyd eləyək ki, Masallı Tarix Diyarşünaslıq Muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərimoğlu Tağıyevin şəxsi təşəbbüsü ilə Hişkədərə kənd məktəbinin binasında fəaliyyətə başlayıb. 2016-cı ildə muzey üçün Masallı şəhərində müasir tələblərə cavab verən 3 mərtəbəli bina tikilib. Muzeydə tarixi eksponatların qorunub nümayiş etdirilməsi üçün bütün imkanlar yaradılıb. Pərvanə Əhməd qızı, Eldəniz Qurbanov, Masallı.